sizinle bir şey paylaşacağım. Tövbe, əsəblərim pozuldu. Bayaqdan öz-özümə gülürəm. İndi zarafat bir yana da düzgün park edirəm də, o qız bürcüyəm də, hər şey dümdüz. İnfak keçəm. Bir də heç kim mənə park arxaya ver, önə ver falan deməyi sevmirəm. Özüm yavaş-yavaş yerləşdirirəm də maşına. O gün nəysə park etdim. Arxada maşın var. Əmilər gəldi, yığışdı. Allah razı olsun. Allah əmilərin canına dəyməsin. Nə dedi? Ay, ver biraz arxaya. Qadın deyə, qadın da indi vuracaq sənə falan dedi. Mən də başımı çıxartdım pəncərədən. Dedim, mən başım. Qadındır səni indi vuracaq. Nə deməkdir axı? İraq olsun, vurardı. Mən dedim, çox yaxşı maşın sürürəm dedim. Əsəblərim pozuldu. Çox yaxşı dedim. Bu necə şey dedim. Siz niyə ayrımcılıq edirsiniz dedim. Mən bəlkə də ən yaxşı maşın sürənlərdən biriyəm. 2 gün sonra qəza törətdim. Demək ki değilmişim. Demək ki böyük danışmamaq lazımmış. Yox. Olsun. Gülməli şey dedim, gül. Tövbə, əsəblərim bozuldu. Neyse. Boş ver. Canınız xeyrə qalsın.